Əziz oxucular, bugün mən sizə kitabxanamızın fonunda yer alan və azyaşlı oxucular tərəfindən də sevilərək oxunan bu kitab haqqında məlumat vermək istərdim. Təqdim olunan bu kitabda Amerika ədəbiyyatının klassiklərindən olan Mark Twain'in iki romanı, Tom Sawyer'ın macəraları və Huckleberry Finn-in macəraları əsərləri Azərbaycan oxucusuna təqdim olunur. Birinci romanda balaca Tomun macəralarında Amerika təhsil sistemi əsas gülüş hədəfinə çevrilir. Burada böyük məharətli yazıcı dünyaya uşaqların gözü ilə baxır. Tom Sawyer'ın macəralarının davamı kimi işlənmiş Huckleberry Finn-in macəralarında isə zənci Jim obrazını romana gətirməklə müəllif irqi ayrı seçkiliyə öz nifrətini bildirmişdir ki, bu da əsəri ictimai məzmunlu roman səviyyəsinə qaldırmışdır. İrqi ayrı seçkiliyini tuğyan elədiyi illərdə bu cür ifşa edici mahiyyətli bir əsər yaratması Mark Twain'in vətəndaş cəsarətinin parlaq ifadəsi idi. 20-ci əsrin tanınmış yazıcısı, Nobel mükafatı laureatı Ernest Hemingway heç təsadüfi olaraq demirdi ki, bütün Amerika nəsri Huckleberry Finn-in macəraları romanından törəmişdir. Əziz oxucular, dünya uşaq ədəbiyyatından seçmələr silsiləsindən olan bu kitaba Milli Amerika ədəbiyyatının yaranması, inkişafı və təşəkkülündə vəstis rol oynamış Mark Twain'in Şahzadə və Dilənçi əsəri və görkəmli İngilis yazıçısı Oscar Wilde'ın nağılları daxil edilmişdir. Şahzadə və Dilənçi povestində balaca, özündən bədgüman və əsl həyatın nədən ibarət olduğundan xəbəri olmayan bir şahzadənin başına gələn macəralardan bəhs edilir.